Nəhayət ki, növbə gəlib çatdı kiçik oxucularımıza. Kitabın Anam Nağıl Danışır adlanan 5-ci bölümündə uşaqların iç dünyasından bəhs edən, bir-birindən şən və maraqlı şeirlər toplanır. Əhatəsindəki uşaqlar qələmə olan Nurayna xanımın qardaşı, kiçik Rafaelə həsb olunmuş tənbəl Rafael şeirini diqqətinə çatır. Nurayna xanım deyir ki, yaman tərbiyəsizdir bizim Rafael, yaman. Otağı qarış durmuş, onun qazıdan kitab divanın üstə, döşənədə dəftəri, gələn şəkli saatlar, bərbat günlərdə, dəsmalı yerdə gəlir, qırışdı xatərlər. Heç narahat elədir o evin bu halı. Elə ki lazım olur onun tarla nəsə, atları tapa bilmir, halı yığılır sizə. Kömək eləyin tapım, dərsə yetişməyəcəm, söz verirəm o halı gəlib təmizləyəcəm. Elə filmə gəlir, hər şey çıxır yanından. Tutacaq öz sözünü, nə var bu tənbəl olan, Rafael buradadır, biraz verir,